bax dostum, Bakı 1501 romanı oxumuşam, amma nə yazıq ki, maariflənməmişəm. Niyə görə? Çünki tarixi romanlardan maariflənmək olmur. Tarixi romanı əyləncə üçün, vaxt keçirmək üçün oxumaq olar. Amma tarixi romanlar tarixə qaynaq deyil. Yəni, maarifləndirici bir şey deyil. Maarifləndirici bir şey, Məsələn, tarixi qaynaqlardır. Məsələn, oxuyuram, bax, sonra Nadir Şahəfşarın məktublarıdır, tarixi qaynaq. Nadir Şahəfşar. Daha sonra oxuyuram, məsələn, Oruc bəy Bayatın orta əsrlərdə Şah Abbas zamanı yazılmış kitabı, Türkiyədən sifariş vermişik. Bax, bu tarixi qaynaqdır. Daha sonra Tufan Gündüzün kitabı, bunlar akademik kitablardır. Bunlar akademik kitablardır. Amma sizin dediyiniz bu kitab isə bu romandır. Sovet vaxtı, Sovet senzurasından keçmiş bir roman. Romandan dəlil gətirmək, kinodan, serialdan, çayxanadan dəlil gətirmək kimi bir şeydir. Teatrdan dəlil gətirmək kimi bir şeydir. Yəni, roman əyləncə üçün yazarın təxəyyülü ilə yazılmış bir əsərdir.